Şəhər maşın kimi də olsa da az müddət sonra dağların kralına çevrildi. Bəli, bunlar da Nivadır. 1970-ci illərdə Sovet İttifaqında maraqlı bir problem var idi. Kənd ərazilərində yaşayan insanlar deyirdilər ki, bizə elə maşın lazımdır ki, həm ailecə rahatlıqla gəzə bilək, həm də traktorun belə batdığı yerdən çıxsın. Mühəndislər əvvəl çaşıb qaldı ki, bu nə istəkdir? Ya komfort istəyən, ya da yolsuzluq maşını. Amma sonra dedilər ki, yox, hər ikisini də edə bilərik əslində. Belə yarandı Lada Niva. Kiçik, sadə, amma içində gizlənən canavar yatan maşın. İlk baxışda adi görünürdü. Bunu yolsuzluq maşını deyirdilər. Sonra bataqlığa girəndə hamını sadəcə susturdu. Qar desən problem deyil. Dağ yol desən isinmə hərəkətləridir onun üçün. Bataqlıq desən çox əyləncəli olacaq deyir və yoluna davam edir. Sürücülər zarafatla deyirdilər ki, Niva çox kiçik olsa da egosu yaman böyükdür. Nəticədə Niva sadəcə maşın olmadı. O həm şəhərin, həm də təbiətin ortaq dili oldu. Sadə, ucuz olsa da getdiyi yerlər heç də sadə deyildi. Digər maşınlar yol seçimi edəndə Niva isə gülümsəyərək macəra axtarırdı sanki. Bu videonu görürsənsə artıq alqoritma səni seçib. Bu o deməkdir ki, yeni videolarla hər gün qapını döyəcəyəm. Qapını açmaq üçün takib et. İçəri buraxmaq üçün isə videonu bəyənməyi unutma. Görüşərik.